Yüksək təzyiqi olan insanlar, damar tutulması olanlar, təzyiqdən ciddi əziyyət çəkənlər məni dinləsinlər axıra. Baxın, təzyiq probleminin səbəbi nədir? Niyə çox olur? Təzyiq necə yaranır? Hamımızda olan bir vəziyyətdir, qanın damar divarına göstərdiyi təsirdir. Amma əgər damarlarda daralma, basılma, sıxılma, həmçinin daxildə kirəzləşmə varsa, qanda zərərli xolesterin çoxdursa, həmçinin zərərli maddələr, yağ qalıqları, yağ qırıntıları çoxsa, bunlar damarda kirəz və tutulmalar yaradır. Beləliklə, damarda qan axını pozulur və təsir artmağa başlayır. Ürək damar tutulmalarınız varsa, damarlarda tıxanıqlıq varsa, mütləq şəkildə sizlərə antilipid çay içməyi tövsiyə edirəm. Təbii, zərərsiz, keyfiyyətində %100 zəmanət var. 40 paketdir, 1 paket 1 litr qaynar suda dəmlənir və səhər altdan axşam 5-ə qədər gün ərzində onu içirsiniz. Elə bir beta-tiyanı, eril-qrini, bunları hamısını qırağa qoyursunuz, içirsiniz antilipidi. Bütün ailəcə üçün yüksək təzyiq problemindən tamamilə yaxa qurtarırsan. Və istənilən bölgəyə pulsuz çatdırılmalarımız mövcuddur. Nömrəmiz səhifəmizdə.